Bəli, həyəcanla gözlədiyimiz növbəti gün gəlir. 22 oktyabr Qarabağ növbəti rəqiblə bəs meydançalara çıxacaq və bununla bağlı bir xəbər diqqətinizə çatdıracaq. Belə ki, məhz həmin oyunda oyunu idarə edəcək hakimin kimliyi müəyyən olunub. Belə ki, İspaniyada Atletik və Qarabağ komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda məhz oyunun təyinatları açıqlanıb. Maçı isə Xorvatiyadan olan hakimlər briqadası idarə eləyəcəklər. Görüşün baş hakimi isə Igor Payaç olacaq. FIFA referisinə, yəni hakiminə isə məhz Boyan Zobenitsa və Ivan Mihalik kömək eləyəcəklər. Dördüncü hakim funksiyasını isə məhz Denko Lavriç yerinə yetirəcək. Qeyd eləyək ki, VAR-da Ivan Bebek və AVAR-da isə İsveçrəli Fedai San əyləşəcəklər. Məlumat üçün təkrardan xatırladaq ki, məhz Atletik və Qarabağ maçı oktyabrın 22-sində Bakı vaxtı ilə isə 20:45-də oynanılacaq.